Herkese salamlar, değerli abituriyentlər və müəllimlər. Bugün 25 may tarixində başlatdığımız böyük marafonun, yəni Dövlət İmtahan Mərkəzi tarix toplusunun izahının davamını çəkirik. Növbəti mövzumuz tayfa ittifaqları, Manna və İskit padşahlığıdır. İkinci bölməyə keçidimizi elədik. Vaxt itirmədən suallara keçək. Hansısa bir sualınızın deməli belə desək, başa düşmədiyiniz sual olarsa və yaxud da cavabın başqa bir cavab olduğunu fikirləşirsinizsə, rəylər bölməsinə yazmağı unutmayın. Biz də sizinlə bərabər müzakirə edib izah eləyəcəyik. Başlayaq birinci sualımızdan. Kut və Lullubi tarixinə aid oxşarlıq, bir dəqiqə, buraya yazı yerinə girik. Kut və Lullubi tarixinə aid oxşarlıq iki çay arasına ərazilərini tamamilə fəth edərək öz dövlətlərinin ərazisinə qatmaları. Bu ancaq Kuti tayfasına aid idi, Lullub tayfasına aid deyil, ona görə bir getdi. Sonra Azərbaycanın şimal torpaqlarında dövlət qurumu yaratmaları. Bu Azərbaycanın şimal torpaqları bizim indiki olduğumuz torpaqlardır. Sonra Ermənistan əraziləri və Gürcüstan bir sıra əraziləri bizim müasir belə Azərbaycanın şimal deməli torpaqları adlanır. Amma cənub torpaqlarında yaranmışdı Kut və Lullubi tayfaları Urmiya gölünün ətrafında. Ona görə B də getdi. Padşah İmmaşqun tərəfindən idarə edilmələri bu ancaq Lullubi tayfasına aiddir. Anubanini tərəfindən idarə edilmələri yenə Lullubi tayfasına aiddir. Müstəqillik uğrunda Assura qarşı mübarizə aparmaları hər iki tayfaya aiddir. Bir də cavabımız Y bəndi. İkinci sual, Manna dövlətinin tarixinə aiddir. İskit dövləti ilə müttəfiq olmuşdur. Bəli, Ahşerinin dövründə İskit dövləti ilə müttəfiq olaraq, deməli, ikinci Sarqon, yəni Aşuriya dövləti ilə müttəfiqlik əlavələrini pozur. B variantına baxaq, digər variantların izahına başa düşməyiniz üçün Əhəmənilərin yürüşünə məruz qalmışdır. Əhəmənilər yaranıb 550-ci ildə eramızdan əvvəl, amma Manna dövləti yaranıb, deməli, süqut edib eramızdan əvvəl 590-cı ildə. Buna görə B variantı düzgün sayılmır. Yaranması ilə Azərbaycan xalqının formalaşması başa çatmışdır. Manna dövlətinin tarixinə aid deyildi bu. Alanların yürüşünə məruz qalmışdır. Alanların yürüşünə məruz qalanlar Albaniya və Atropatena dövlətlərdir. Romalıların yürüşünə məruz qalanlar yenə Albaniya və Atropatena dövlətlərdir. Cavabımız A bəndi. Üçüncü sual, Manna dövlətinin tarixinə aiddir. Makedoniyalı İskəndərin hərbi yürüşünə məruz qalmışdır. Makedoniyalı İskəndərin hərbi yürüşünə məruz qalan tarix Azərbaycan dövlətləri, Atropatena və Albaniya dövlətləridir. Hətta belə desək, deməli, həmin Makedoniya İskəndərinin hakimiyyətdə olduğu Makedoniya deməli krallığı süqut eləyir. Ondan sonra Atropatena və Albaniya dövlətləri yaranmış olur. Əslində heç bir türk dövlətinə hücum etməmişdi, belə deyərik. Sonra eramızdan əvvəl 1-ci əsrdə Romalıların hərbi yürüşünə məruz qalmışdır. Eramızdan əvvəl 1-ci əsrdə Manna dövləti tarixdə yox idi. Yəni tarixin tozlu səhifələrinə getmişdi, belə deyək, süquta uğramışdı. Əsası İranzu tərəfindən qoymuşdur. Xeyr, 3-cü Salmansarın kitabəsində eramızdan əvvəl 843-cü il və 829-cu ildə deyə bilərsiniz buna. Bu kitabada deyilir, mən Mannalı Udakinin məskənlərinə yaxınlaşdım, yəni İranzudan əvvəlki hökmdarın adını çəkir. Bəli, 3-cü sualımızdan qarşı-qarşıyayıq. Burada C-ni də izah elədik. A, B, C variantları getdi. Burada D variantına baxırıq indi. Midiyaya hərbi yardım göstərmişdir. Bəli, deməli, İskitlərlə müttəfiq olur. Deməli, adı nədir? Ahşeri və beləliklə Assuriyaya qarşı mübarizə başlayır. Assuriyada o vaxtı Midiyada, deməli, Kaştaritiyaya qarşı mübarizə aparırdı. Bu zamanda Manna dövləti Kaştaritiyaya kömək göstərmişdi. D variantı düzgün cavabımızdır. Əhəmənilər tərəfindən süquta uğradılmışdır. Xeyr, Midiya dövləti tərəfindən süquta uğradılmışdır. Bu iki sualda əzbər tələb edən sualdır. 4 və 5. Deməli, həm Həsənli tapıntıları, həm Ziviyyə tapıntıları sübut eləmişdir ki, Mannada metal işləmə sənəti yüksək inkişaf etmişdir. Cavabımız 4-də Y, 5-də A variantı. İranzunun Assuriya ittifaqa meyil göstərməkdə əsas məqsədi nə idi? A variantda deyir, Midiyanın hücumlarından qorunmaq. O vaxtda Midiya dövləti deməli mövcud deyil idi. Öz torpaqlarının bütövlüyünü qoruyub saxlamaq. Bəli, bu düzgündür. Qoruyub saxlamağa çalışırdı. Sonra C-də deyir, Mannanın Assuriyanın tərkibində müstəqil vilayətdə çevirmək. Xeyr, vilayət yox, dövlət idi, nətər ola bilər. Və Assuriyanın tərkibində deyildi əlbəttə ki. Urartun torpaqlarını Assuriyaya bölüşdürmək, kitablarımızda belə bir ifadə yer almır. Midiya torpaqlarını ələ keçirmək, o vaxtda Midiya dövləti mövcud deyil idi. Deməli, altda cavabımız nə olacaq? B variantı olmuş olacaq. 7-ci sualımıza keçid eləyirik. İranzunun dövründə Mannada bəzi canişinlərin Urartu ilə ittifaqa meyil göstərməkdə məqsədi nə idi? Əlbəttə ki, öz ərazilərində müstəqil olmaq idi. Öz ərazilərində müstəqil dövlət yaratmaq istəyirdilər. 8-ci sual. Azərbaycan ərazisində mövcud olan İskit şahlığına aiddir.
Midiya dövlətinə sarsıdıcı zərbələr vuraraq süquta uğratması, Midiya dövlətinə İskit padşahlığı deməli süquta uğratmamışdı. Sonra hökmdar Aziyaya qarşı baş vermiş qiyamət dəstək vermişdi. Qaldığımız yerdən davam edirik. 7C idi, onu dedik. Təzədən 8-ci sualı izah edirəm. Azərbaycan ərazisində mövcud olan İskit şahlığına aiddir. Midiya dövlətinə sarsıdıcı zərbələr vuraraq süquta uğratması. Deməli, İskit padşahlığı deməli Midiya ilə mübarizə aparır, amma süquta uğrada bilmir. Ona görə A bəndi cavabımız deyil. Hökmdar Aziyaya qarşı baş vermiş qiyama dəstək verməsi, Azada qiyama deməli baş verməsi zamanı İskit şahlığı mövcud deyil idi. Ahşeri ilə ittifaqın yaradılması, bəli, Ahşeri ilə ittifaq yaratmışdı İskit şahlığı, hətta hökmdarın adı İşbakay. Manna paytaxtı, Mannaya məxsus Zamoa vilayətinin tutulması eramızdan əvvəl 9-cu əsrdə, deməli, bir dəqiqə, Zamoa yox ki, Zan idi o. Zamoa vilayəti heç kimi tuta bilmir. 7-ci əsrdə yaranması eramızdan əvvəl 7-ci əsrdə yaranmışdı. Azərbaycanda İskit şahlığı ilə Manna dövlətinin süqutunun oxşar səbəbidir. Əlbəttə ki, hər iki dövlət də eramızdan əvvəl 590-cı ildə Midiya tərəfindən işğal olunmuşdur. Keçirik 10-cu sualımıza. Azərbaycanda İskit şahlığı və Manna dövlətinə aid ümumi cəhətlər. Hər iki dövlət də quldar dövlət idi siyasi cəhətdən. 11-ci sual. Kimmer, İskit və Sak tayfalarının Mannaya gəlişi nəticəsində Manna zəifləmir, daha da güclənər. Manna Assuriya ilə deməli ittifaqı pozuldu. Bəli, bu düzgün cavabımızdır. Bəlkə İskit şahlığı ilə hətta müttəfiq olmuşdu. Ona görə cavabımız burada B variantıdır. Manna vilayətlərə parçalanmır, daha da güclənir. Mannanın Assuriya ittifaqı möhkəmlənmir, deməli pozulur. Manna müstəqilliyini itirmir. İranzonun Manna tarixində oynadığı rol vilayətlərin müstəqilliyini təmin etdi. 1-ci Rusiyanın şərəfinə yazılı abidə qoydurdu. Xeyr, əlbəttə ki, nə əlaqəsi var. Ölkəni Aşurbanipalın hücumundan xilas etdi. Aşurbanipal 650-ci ildə eramızdan əvvəl 650-ci ildə hücum eləmişdi. O vaxt İranzu yox idi. Özü də xilas edə bilməmişdi. Danışıqlıq sistemini ləğv etməmişdi, daha da yaratmışdı. Urartunun işğal etdiyi torpaqları geri qaytardı, mərkəzləşmiş dövlət deməli yaratdı. Cavabımız burada D variantıdır. Assuriyanın siyasi ağalığına qarşı Urartu ilə ittifaqı möhkəmlətdi. Xeyr, daha da Assuriya ilə ittifaqı möhkəmlədir. 13-cü sual. Midiya və Manna dövləti üçün oxşar cəhət. Onlar haqqında ilk məlumatı Herodotun verməsi. Deməli, 13-də A variantı səhvdir. Herodot məlumat verməmişdi. Azərbaycanın şimalında yaranması deyil, cənubunda yaranması idi. İskit padşahlığının hakimiyyəti altına düşməsi. İskit şahlığı Mannanı öz hakimiyyəti altına gətirmir, müttəfiq olmuşlar. Eyni əsrdə süqut etmələri hər iki dövlətdə Midiya eramızdan əvvəl 550, yəni eramızdan əvvəl 6-cı əsrdə, Manna dövləti isə eramızdan əvvəl 590-cı ildə Midiya dövlətinin deməli hücumu ilə süquta uğrayır. Bu da eramızdan əvvəl 6-cı əsrə deməli təsadüf eləyir. Cavabımız burada D variantı. 14-cü sual. Eramızdan əvvəl 8 və eramızdan əvvəl 7-ci əsrlərdə Manna tarixi ilə bağlı oxşar hadisə. Ölkənin Assuriyanın hərbi hücumlarına məruz qalması, bəli. Eramızdan əvvəl 8-ci əsrdə deməli 2-ci Sarqonun bir çox yürüşü var. 719 eramızdan əvvəl, eramızdan əvvəl 716, eramızdan əvvəl 715, eramızdan əvvəl 714. Eramızdan əvvəl 7-ci əsrdə isə eramdan əvvəl 650-ci ildə Aşurbanipalın hücumu. Ona görə cavabımız A variantı olur. 15-ci sual. Manna dövlətinin eramızdan əvvəl 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Baxırıq, Ahşeri tərəfindən idarə edilməsi 7-ci əsrdir. Midiya dövlətinin tərkibinə qatılması 6-cı əsrdir. İskit dövlətinin hücumuna məruz qalması 7-ci əsrdir. Hətta hücumuna da belə məruz qalmır. Sonra dövlətin əsasının qoyulması eramızdan əvvəl 9-cu əsrdir. Vilayətlərin canişinlər tərəfindən idarə edilməsinə başlanması, bəli, İranzonun deməli islahatı nəticəsində. 16-cı sual. Manna dövlətinin eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına tarixinə aiddir. Roma dövlətinin hücumuna məruz qalması, deməli, Roma dövləti o dövrdə Mannaya hücum eləməmişdir. Ahşeri tərəfindən idarə edilməsi 8-ci əsrdə Ahşeri yox idi. Vilayətlərin mərkəzi hakimiyyətə tabe edilməsi, deməli, 16-ya C variantı düzgün ifadəmiz olacaq. D variantında deyir, Assuriya hökmdarı Aşurbanipal 7-ci əsrdir. Midiya dövlətindən asılılığı qəbul etməsi aid deyil, süquta uğradılır dərhal. Eramızdan əvvəl 740-719-cu illər arasında Manna dövlətinin tarixinə aiddir. Aşurbanipalın Mannaya qoşun yeritməsi 650-ci ildir.
Assuriya ilə müttəfiq münasibətlərinin olması, bəli, İranzun dövründə Assuriya ilə müttəfiqlik münasibətləri olmuşdur. Manna dövlətinin eramızdan əvvəl 740-719-cu illər tarixinə aiddir, yəni İranzunun hakimiyyətdə olduğu dövrə aiddir. Urartunun işğal etdiyi torpaqların geri qaytarılması, deməli, bu düzgün cavabımızdır. 719-cu ildə geri qaytarılır, hücum eləyirdi bura, deməli, 2-ci Sargon. Urartunun siyasi üstünlüyünün tanınması belə bir söhbət ola bilməz. Roma o dövrdə hücum etməyib, Midiya dövləti ilə rəqabət apara bilməyib, tənəzzülə uğraması, deməli, 590-cı ildədir eramızdan əvvəl. Selevkilərdən asılı vəziyyət düşməsi Manna yox, Atropatena düşmüşdür. Azərbaycanda yaranmış İskiz şahlığına aiddir. Midiyalılara qarşı mübarizə aparılması, bəli, Kaştariti ilə mübarizə aparmışdılar. 20-ci sualımız İranzunun hakimiyyət illərinə aiddir. Cahanşinlərin mərkəzi hakimiyyətdən asılılığına son qoyulması, daha da tabe edilmişdilər. Aşurbanipalın hücumlarının qarşısının alması İranzun dövründə düşmür, qarşısını ala bilmir Manna dövləti. Ölkədə cahanşinlik sistemi ləğv edilmir, yaradılır. Urartunun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması düzgündür. Azanın mərkəzi hakimiyyətə qarşı qaldırdığı üsyanın yaratılması Aza üsyan qaldırmır. Cavabımız burada D variantı. İranzu Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı. 2-ci Sargonla Sirdakın deməli müqaviləsi nəticəsində. Bu dövrdə İranzu hakimiyyətdə deyildi. Eramızdan əvvəl 740, sonra 719-cu illərdə hakimiyyətdə olub və Sirdakın sövdələşməsi isə 714-cü ildir. Assuriyanın Urartuya qarşı apardığı uğurlu münasibətlərdən istifadə edərək Manna torpaqlarını geriyə qaytardı. Əlbəttə ki, cavabımız B variantıdır. 22-ci sual. Assuriyanın Mannaya yürüşlərinin ümumi nəticəsi Manna öz müstəqilliyini qoruyub saxlayır. Urartu hücum eləyir, Assuriya isə Mannaya hücum eləyir. Manna hücum zamanı Urartunu Manna torpaqlarından qovur. Beləliklə də Manna öz müstəqilliyini qoruyub saxlanmış vəziyyətdə olur. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Manna dövlətinə aiddir. Əlbəttə ki, dövlətin müstəqilliyinə son qoyulması 590-cı ildə. Baxın, bir söhbəti burada çaşdıra bilərsiniz. Əgər söhbət bizim eradan getsə, 590-cı il 6-cı əsrin sonu olacaqdı. Amma eramızdan əvvəl dediyinə görə 596-cı əsrin əvvəlləri sayılır. Ona görə cavabımız burada A variantı olacaq. Eramızdan əvvəl 719-cu ildə İranzuya qarşı üsyan baş verərkən 2-ci Sargon Urartunun Mannaya qarşı hücuma keçməyə, deməli, təhrik etməsi xeyr. Belə bir şey yoxdur, daha da Sargon özü hücum eləyir. İranzunu taxtdan endirmir, İranzu özü deməli, vəfat eləyir. Ulusunu əfv etməsi 719 deyil. Üsyançılar dəstəkləmir, üsyançı şəhərlər və vilayətləri məğlub edir, düzgündür. Manna dövlətinə aid deyil. Eramızdan əvvəl 9-cu əsrdə Urmiya göl ətrafında yaranması düzgündür. Assuriya dövlətini süquta uğrada bilmirlər. Xeyr, 605-ci ildə Midiya süquta uğratmışdı. Manna dövlətinə aid deyil. 26-cı sualdayıq. Cahanşinlik sisteminin tətbiq olunması İranzunun dövrü. Adına ilk dəfə Şumer dastanlarında rast gəlinməsi. Deməli, 26-cı sualda cavabımız B variantı. Deməli, Manna dövlətinə ilkin məlumatlar Assur mənbələrində verilmişdi, Şumer dastanlarında verilməmişdi. 27-ci sual. Manna və Midiya tarixi üçün ümumi cəhətlər. Assuriya dövlətinə qarşı mübarizə aparılması, bəli, düzgün cavabımızdır. Manna dövləti eramızdan əvvəl 650-ci ildə mübarizə aparmışdı Aşurbanipala qarşı. Midiya dövləti isə 672-ci ildə, deməli, Kaştariti ilə mübarizə zamanı. Manna və İskiz şahlığına aid ümumi cəhət eyni dövlət tərəfindən süquta uğradılmaları, bəli, Midiya dövləti tərəfindən süquta uğradılmışdılar. Verilənlərin hər ikisinin nəticəsidir. Urartunun qüdrəti sarsıldı və özünə gələ bilmədi. Manna bütün vilayətlərini vahid mərkəzdə birləşdirərək qüdrətli dövlətə deməli çevrildi. Əlbəttə ki, 2-ci Sargonun 714-cü il hərbi yürüşündən sonra. İskit və Kimmer tayfalarına aid ümumi cəhət. Manna dövlətinin əsasını qoymuşdular. Manna dövləti əsasının qoyulma vaxtı İskit və Kimmer tayfaları hələ Azərbaycana köç etməmişdilər. Atropatenanın yerli əhalisi hesab olunurdular. Xeyr, bu da aid deyil. Albaniya dövləti ilə müttəfiqlik olmuşdular. Tarixdə belə bir qeyd yoxdur. Urartu qoşunu tərkibində 2-ci Sargona qarşı vuruşmuşdular. Əksinə, Mannanın ərazisində məskunlaşmışdılar. Bəli.
Eramızdan əvvəl 3-cü minilliyə aid deyil, Turukkilərin Babil ərazisində deməli məskunlaşması bu eramızdan əvvəl 1-ci minilliyə aiddir. Ona görə 3-cü minilliyə aid deyil. Eramızdan əvvəl 3-cü minilliyə aid deyil, Turkiya, Lullubi və Kuti tayfalarının Assuriyanın işğalçılıq siyasətində qarşı çıxması eramızdan əvvəl 1-ci minilliyə aiddir. Yəni 3-cü minilliyə aid deyil. Manna hökmdarı İranzunun fəaliyyəti dövrü üçün xarakterik deyil, yəni eramızdan əvvəl 740 və 719-cu illər aralığına aid deyil demək istəyir. Canlıkinlik sisteminin yaradılması İranzu tərəfindən yaradılmışdır, ona görə A variantı deyil cavabımız. Assuriya ilə dostluq münasibətlərinin qurulması İranzun dövründə var, hətta müttəfiq olurlar. Mərkəzləşdirmə siyasətinin yeridilməsi İranzunun dövründədir. Dövlətə qarşı qiyamın baş verməsi deməli İranzunun dövründədir. Dövlətin əsasının qoyulması izah elədiyim kimi aid deyil, ondan əvvəl Udakinin mənbələrdə adı keçirilir. Manna dövlətinə aiddir. Roma sərkərdəsi Pompeyə qarşı mübarizə Manna dövlətinə aid deyil. Yenə deyirəm, Manna dövlətinə Roma hücum etməmişdir. Eramızdan əvvəl 9-cu əsrin əvvəllərində ölkədə canişinlik sisteminin yaradılması 9-cu əsrin əvvəlləri demirik, biz ona 8-ci əsrin ikinci yarısı deyirik eramızdan əvvəl. Əhəməni hökmdarlarının hərbi yürüşünə məruz qalması Manna dövlətinin mövcudluğu zamanı Əhəməni dövləti yaranmamışdır. Ahşerinin hakimiyyəti dövründə Assuriya ilə ittifaqın pozulması, bəli, İskit şahlığı ilə müttəfiqlik yaradılır və Sargon, yəni Assuriya ilə ittifaqın pozulması meydana gəlir. 35-ci sual Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Eramızdan əvvəl 8-ci əsrin ikinci yarısında Assuriya ilə müttəfiq olması deməli 8-ci əsrin ikinci yarısında Assuriya ilə müttəfiq deyil idilər və Azərbaycana yürüş eləməmişdilər hələ də. Eramızdan əvvəl 6-cı əsrin sonlarında tənəzzülə uğraması 6-cı əsrin əvvəllərində süquta uğramışdı. Manna dövləti ilə müttəfiq olması bəli Ahşerinin dövründə var idi. Cavabımız C-dir. 36-cı sual İskit şahlığı süquta uğradı. Makedoniyalı İskəndərin şərqə yürüş etdiyi əsrdə, xeyr, eramızdan əvvəl 4-cü əsrdə Makedoniyalı İskəndər şərqə yürüş edir. İskit şahlığı isə eramızdan əvvəl 6-cı əsrdə artıq süquta uğrayır. Kutilər Mesopotamiyada hakimiyyəti ələ keçirdiyi əsrdə bu 3-cü minilliyin dövrünə aiddir. Əhəmənilər imperiyası süqut etdiyi əsrdə eramızdan əvvəl 4-cü əsrdə. Sonra Manna dövlətinin süqut etdiyi əsrdə. Cavabımız Y variantı olacaq. Media dövləti eramızdan əvvəl 7-ci əsrdə yaradılır. Manna dövlətinə aid deyil, Alan tayfalarının yürüşünə məruz qalırdı. Alan tayfalarının yürüşünə deməli məruz qalan tarixi Azərbaycan dövlətləri, Albaniya və Atropatena dövlətləri idi. 38-ci sual eramızdan əvvəl 6-cı əsrin sonlarında müstəqilliyini itirmişdi. İskit şahlığı gözlənilməmişdir. Burada olmalıdır, bu gözlənilməyəndir. Çünki 6-cı əsrin sonlarında yox, əvvəllərindədir eramızdan əvvəl ifadəsinə görə. Media dövləti tərəfindən süquta uğradılmışdır Əhəməni dövləti. Deməli, Əhəmənilər dövləti hələ o vaxt mövcud deyil idi. Media dövlətinin mövcudluğu dövründə yox idi. Manna dövlətinin əsası qoyulmuşdur. İranzu tərəfindən deyil, ondan əvvəl də var. Udakin deyə bilərik. Eramızdan əvvəl 4-cü minillikdə yaranmışdır. Kuti dövlət qurumu 3-cü minillikdə yaranır. Assuriya dövləti ilə ittifaqı pozmuşdur. Manna hökmdarı Ahşeri düzgün cavabdır. Eramızdan əvvəl 7-ci əsrin ortalarında Mannanın Assur dövləti ilə münasibətlərin pozulmasına səbəb oldu. Əlbəttə ki, Ahşerinin deməli İskit şahlığı ilə ittifaq yaratması. 40-cı sual eramızdan əvvəl 7-ci əsrin 1-ci yarısında Mannanın güclənməsinin əsas səbəblərindən biri türk tayfalarının ön Asiyaya gəlməsi, Kimmer, İskit və Sak tayfaları. Ahşerinin hakimiyyəti dövründə Manna tarixi üçün səciyyəvidir. Deməli, Assuriya torpaqlarına hücum edilməsi B variantı düzgün cavabımızdır. Assuriya dövləti ilə deməli ittifaqı pozulur və həmin ərazilərə hücum edir. 42-ci sual Media dövlətinin eramızdan əvvəl 8-ci əsr 6-cı əsrin əvvəlləri tarixinə aiddir. Yəni süquta uğraması əlbəttə ki, varlığına son qoyulması. Manna dövlətinin. Mix yazılardan məlum olur ki, Ullusunun hakimiyyətə gəlməsinə Urartu hökmdarı kömək etmişdi. Ullusunun Urartu ilə yaxınlaşması Assur hökmdarı 2-ci Sargon qəzəbləndirdi. O Mannaya qoşun yeritdi. Bəhs edilən tarixi hadisənin nəticəsində Ullusunu müttəfiqliyi bərpa edir. Silinmir. Neyse. Urartunun hərbi dəstəyi ilə Ullusunu Assuriya üzərində qalib gəlmir. Ullusunu Assuriyanın siyasi ağalığını tanıyır
Cavabımız C variantı. Mannanın dövlət quruluşu. Ölkəyə deməli Ağsaqqallar Şurası başçılıq eləmirdi. Canişinlər asılı olan tayfa başçıları Şarrani adlanmırdı. Ölkəni hökmdar idarə edirdi, lakin o Ağsaqqallar Şurasından asılı deyil idi. Dövlətə ali kahin başçılıq edirdi, onun hakimiyyəti deməli qeyri-məhdud idi. Burada 44-cü sualda Y variantda uyğun gəlmir. Bir dəqiqə, C variantını oxumadım. Mərkəzləşmiş dövlət idi, dövlət hökmdar idarə edirdi, düzgündür. Qədim Çinə və Mannaya aid ümumi cəhət hieroqliflərdən istifadə etmələr. Qədim Misrə və Mannaya aid ümumi cəhət hieroqliflərdən istifadə etmələr. Daha əvvəl olmuşdur. Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi eramızdan əvvəl 590-cı ildə deməli bu aiddir, bu hadisə baş verib. Azərbaycan ərazisində İskit padşahlığının süqutu eramızdan əvvəl 590-cı ildə. Sonra İranzun Manna vilayətlərinin mərkəzi hakimiyyəti tabe etməsi 8-ci əsr eramızdan əvvəl, Qavqamel döyüşü eramızdan əvvəl 4-cü əsr, 2-ci Sarqonun Mannaya yürüşü 719-cu ildə. Ancaq ondan əvvəl İranzun Manna vilayətlərinin mərkəzi hakimiyyətə tabe etdiyi üçün bu daha əvvəl baş vermiş hadisə sayılır. Yine daha əvvəl istəyir. Azərbaycan ərazisində İskit padşahlığının yaranması 7-ci əsr, Urartunun işğal etdiyi Manna torpaqlarının İranzu tərəfindən geri qaytarılması 719-8-ci əsr. Sonra Mannanın Əhəməni imperiyasının tərkibinə, Azərbaycanın Əhəməni imperiyasının tərkibinə qatılması 6-cı əsr. Aşurbanipalın İzirtunu tutması 650 eramızdan əvvəl, Maqneziya döyüşü eramızdan əvvəl 190. Cavabımız burada olacaq. Bir dəqiqə. B variantı. Maddada eramızdan əvvəl 719-cu ildə baş vermiş üsyanın əsas səbəbi əlbəttə ki A variantı deyil, İranzun Urartu ilə ittifaqı məl etməsi deyil, Assuriyanın Mannaya hücumu deyil, Midiya dövlətinin Mannaya qarşı işğalçılıq siyasəti əlbəttə ki söz gedə bilməz, İranzunun mərkəzləşdirmə siyasəti Y variantı düzgün cavabımızdır. 50-ci sualdayıq. Eramızdan əvvəl 716-cı ildə Assuriya hökmdarı 2-ci Sarqonun Mannaya yürüşünün əsas səbəbi ulusunun Urartu ilə yaxınlaşması. Hamısı əzbəri suallardır. Əlbəttə ki, bunların məntiqini izah etməyə ehtiyac yoxdur deyə düşünürəm. Uyğunluq gözlənilmişdir. Manna dövlətini idarə etdirdi canişinlər. Xeyr. Manna dövlətində vilayətləri idarə edənlər ola bilər. Amma dövləti idarə edənlər hökmdardır. Manna dövləti yaranmışdır eramızdan əvvəl 11-ci əsr deyil, 9-cu əsrdə. 9-cu əsr bilirsiniz də belə yazılır. İskit hökmdarı İşbaka ilə müttəfiq olmuşdur. Manna hökmdarı Ahşeri düzgün cavabımızdır. Ulusun və Ahşerinin hakimiyyət dövrünə aid oxşar cəhət Assuriya ilə ittifaqdan üz döndərmələri D variantı. İranzu və Uallin fəaliyyətlərinə aid oxşar cəhət. Deməli, hər iki hökmdar da deməli Assuriya ilə ittifaq idilər. Uyğunluq bu səfər deyil pozulmuşdur. Dövlət qurumu yaratmışdır. Kutilər düzgündür. Manna dövləti xərac göndərdi. Assuriya xəzinəsi düzgündür. Mannaya yürüş etdi. Urartu hökmdarı düzgündür. Mannanın dövlət zəifləməsinin əsas səbəblərinə aiddir. İranzunun mərkəzləşdirmə siyasəti yox, üsyanların baş verməsi. Əksinə İranzunun mərkəzləşdirmə siyasəti Manna dövlətini gücləndirmişdi. Manna dövləti ilə müttəfiq idi. Assuriya düzgün cavabımızdır. Burada səliqəli şəkildə qeyd edilək D variantı. 55-ci sual uyğunluq pozulmuşdur. Midiyanın dövlət müstəqilliyinə son qoyub Manna Midiyanın dövlət müstəqilliyinə bir dəqiqə. Əslində bu sualda bir səhvlik var. Midiya Mannanın dövlət müstəqilliyinə son qoyub. Manna yox. Sonra Azərbaycanda yaranmış ilk quldar dövlətdir. Manna düzgündür. Bir dəqiqə, yox deyiriksə, uyğunluq pozulub da burada. A variantı düzgün cavabımız olacaq. İskit şahlığını süquta uğratmışdır. Midiya düzgündür. Eramızdan əvvəl 3-cü, 2-ci minilliklərdə Azərbaycanda yaşamış tayfalardan idi. Turki tayfalar düzgündür. Midiyada Assuriya əleyhinə qalxan üsyançılara kömək göstərmişdi. Ahşeri düzgündür. 56. Lullubə və Kuti dövlət qurumlarının deməli tarixinə aid ümumi cəhət Assuriya ilə deməli mübarizə aparmışlar. Bir də Akkad dövlətinə qarşı mübarizə aparmışlar. Lullubə və Kuti tayfalarına aid ümumi cəhət Mesopotamiya ilə siyasi və iqtisadi əlaqələrin olması. Cavabımız A bənd.
Manna dövlətinin mövzuluğu dövründə baş vermişdi. Kara döyüşü Manna dövlətinin olduğu dövr deyil. Yunanistanın qədim Romanın əsarət altına düşməsi eramızdan əvvəl 2-ci əsrdir deyil. Bu müharibələrin başlaması eramızdan əvvəl 3-cü əsrdir deyil. Kimmer, İski tayfaların ön Asiya yürüşü Manna dövləti bu vaxt var idi. Manna hökmdarı ulusun fəaliyyəti üçün xarakterik deyildir. Assuriyan siyasi ağalığının deməli qəbul edilməsi düzgündür. Paytaxt şəhərin Yadillər tərəfindən tutulması düzgündür. Urartu ilə uzun müddətli dostluq münasibətinin saxlanılması uzun müddətli deyil idi. Hardasa artıq 1-2 il, heç 1 il çəkmədən Urartu ilə ittifaqdan əl çəkir Ulusunu məcburən. Manna hökmdarı Ulusunun fəaliyyəti dövrü üçün xarakterik deyil. 2-ci Sarqon ilə müqavilənin imzalanması Sırtaqqa müqaviləsi, Urartu ilə işğal edilmiş torpaqların geri qaytarılması 714-cü Sırtaqqa müqaviləsi, hakimiyyətin irsən keçməsi Ulusun fəaliyyəti dövrü üçün xarakterikdir. Canşinlik sisteminin mövcud olması, Aşurbanipalın Mannaya qoşun yeritməsi. Burada D-də aiddir. Cavabımız burada Y olacaq. Çünki Aşurbanipalın Manna ərazisinin hücumu Manna hökmdarı Ulusun fəaliyyəti dövrü üçün deyil, Ahşerinin deməli fəaliyyət dövrü üçün idi. 61-ci sual Manna hökmdarları Ulusun və Ahşerin dövrlərinə aid ümumi cəhət. Əlbəttə ki, deməli paytaxtın Yadellilər tərəfindən dağıdılması. Deməli Ulusun dövründə 2-ci Sarqon tərəfindən paytaxt Yadellilər tərəfindən dağıdılır. Ahşerin dövründə isə Aşurbanipal tərəfindən dağıdılır. 62-ci sual Manna hökmdarı Ulusun və Ahşerin dövrlərinə aid ümumi cəhət. Burada Ağsaqqallar Şurasına asılı deyil idilər. Ölkənin Assur hökmdarı 2-ci Sarqon yürüşünə məruz qalması Ahşerin dövrünə aid deyil. Canşinlik sisteminin mövcud olması hər ikisi üçün ümumi cəhətdir. Manna hökmdarı Ulusun və Ahşerin dövrlərinə aid ümumi cəhət deməli ölkənin Assur hücumlarına məruz qalması cavabımız A variantı. Asan suallar. Bunları inşallah başa düşürsünüzdür. Manna hökmdarı İranzu və Ulusunun dövrlərinə aid ümumi cəhət Assuriya dövlətinin Midiya ilə apardığı mübarizədə zamanı hərbi dəstələrlə ona kömək etmələri xeyir. Midiya dövlətinin siyasi asılının qəbul edilməsi İranzuya aid deyil, Ulusuna da aid deyil. Ölkənin Kimmer İski Sak tayfaların yürüşünə məruz qalması Ahşerinin dövrü, Assur hökmdarının vasitəsilə İski işğalında olan torpaqların azad edilməsi aid deyil. Mərkəzi hakimiyyətə qarşı deməli qiyamların baş verməsi burada cavabımız Y bəndi olacaq. Bir dəqiqə. İskit şahlandı yox, cavabımız olacaq Y bəndi, bəli düzgündür. 65-ci sual Manna hökmdarı Ovalinin fəaliyyət dövrü üçün xarakterik deyil, Assuriya ittifaqın bərpa edilməsi aiddir. Dövlətin süquta uğraması, hakimiyyətin irsən keçməsi, sonra deməli canşinlik sisteminin mövcud olması, ölkənin vilayətlərə bölünməsi. Burada cavabımız olacaq əlbəttə ki, dövlətin süquta uğraması. Çünki Ulusun hakimiyyət illəri eramızdan əvvəl 650-630-cu illər əhatə edir və Manna dövləti 590-cı ildə süqut edir eramızdan əvvəl. Buna görə cavabımız olacaq B variantı. 66 Manna hökmdarları Ulusun ilə Ovalinin oxşar cəhəti əlbəttə ki, Assuriya ilə ittifaqı bərpa etmişlər. Manna hökmdarları Ulusun və Ahşerinin oxşar cəhətdə Assuriya ilə ittifaqı pozmuşdular. Y bənd. Manna dövlətinə aiddir. İranzun Urartu ilə ittifaqa sadiq qalması xeyir. Assuriya olacaq. Selevki hökmdarı Mannaya aid deyil. Ahşerin dövründə baş vermiş üsyanın 2-ci Sarqon tərəfindən yaratılması Ahşerin dövründə 2-ci Sarqon deyil idi. Əhəmənilər dövlətinin hücumuna məruz qalmayıb. Cavabımız olacaq Y variantı. Manna dövləti Ulusunu Ahşeri budurda deyir uyğunluğu müəyyən edin. Ulusunun dövründə deyir Assur hökmdarı 2-ci Sarqon ölkəyə hücum etməsi düzgündür. Sirdaqqa şəhərində Assuriya dövləti ilə müqavilə bağlanması düzgündür. Assuriya dövləti ilə ittifaqın tərəfdarlarının iştirakı ilə hakimiyyətdən uzaqlaşdırılması bu heç aid deyil Ulusun dövrünə. Ahşeri Urartu hökmdarının köməkliyi ilə hakimiyyətə gəlməsi bu Ulusunuya aiddir. Sonra Babil və Midiyaya qarşı mübarizədə müttəfiq kimi Assuriya kömək etməsi Ovalliyə aiddir. Eski hökmdarı İşbaka ilə müttəfiq olması Ahşeriyə aiddir. Cavabımız 1A, B, 2C. Burada cavabımız D variantıdır. 70-ci sual verilənlər arasında deməli hansı hökmdara dair məlumat yoxdur. Əhəmənilər imperiyasını möhkəmləndirmək üçün 20 satraplığa böldü 1-ci Dara.
Araz çayı sahilində orducu massagetlər deməli tərəfindən məğlub edildi 2-ci Kir. Sonra Fars hakiminin başlatdığı üsyan nəticəsində hakimiyyətdən devrildi Astyak. Sonra İskit dövlətinə son qoyub deməli əraziləri Midiya dövlətinə birləşdirdi Kişi Aksar. Cavabımız A variantı İşbakayın fəaliyyəti dövrünə aid məlumat yoxdur. Hadisə nəticə əlaqələri doğru verilmişdi. Hadisə OA ilə hakimiyyətə gəldi və hökmdar hakimiyyəti irsən keçməyə başladı deyir. Başlaması İranzunun dövrünə aiddir. Sonra hadisə Manna ilə Assuriya arasında Sirdaqqa müqaviləsi bağlandı. Manna Assuriya siyasi asılılığına azad oldu deyil, təzədən asılı vəziyyətə düşür. Hadisə Aşurbanipal Mannaya hücum etdi. Nəticədə Mannada yerli hökmdarların hakimiyyətinə qarşı üsyan baş verdi. Bəli, 650-ci ildə. Sonra hökmdarlar və fəaliyyətləri. Manna hökmdarı Ahşer ilə müttəfiq olmuşdu. İşbakay. Ona görə A, B, Y variantları getdi. Midiyanı Assuriya əsarətindən azad etmişdi. Kaştariti cavabımız olacaq burada C variantı. 73-cü sual. Manna dövlətinin mövcudluğu dövrünə aid gəlir. Afnada Periklın strateq vəzifəsinə seçilməsi 5-ci əsrdə eramızdan əvvəl, amma Manna dövləti eramızdan əvvəl 6-cı əsrdə süqut edib. Avropada ən qədim dövlətin yaranması eramızdan əvvəl 2-ci, 3-cü minilliklərdə deyə bilərik yaranıb, amma Manna dövləti o vaxt mövcud deyil idi. Mikena mədəniyyətinin məğlub olması eramızdan əvvəl 2-ci minillik. Bu da Manna dövlətinin deməli mövcudluğu dövrünə aid deyil. Sonra qədim Romada plebelərə xalq tribunlarını seçmək hüququnun verilməsi eramızdan əvvəl 3-cü və yaxud da 5-ci əsrlər olmalıdır. Yenə də Manna dövlətinin mövcudluğu dövrünə aid deyil. Qədim Yunanistanda ilk olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 776-cı ildir və bu da Manna dövlətinin mövcudluğu dövrünə aid gəlir. Manna dövləti İranzu və Ulusununu istəyir bizdən. Mərkəzləşdirilməz siyasət aparması İranzun dövrünə aiddir. Urartunun işğal etdiyi torpaqlara geri qayıtması aiddir. Dövlətin əsasını qoymuş. 1-ə C-ni atırıq və 1-ə AB-ni götürürük. Sonra Ulusunu Assuriya İttifaqının bərpası aiddir. Üsyan nəticəsində hakimiyyətin son qoyulması aid deyil. Sirdaqqa sövdələşməsi aiddir. 1 AB, 2 AC cavabımız burada olacaq C variantı. Manna dövləti Ahşeri və Uvalli, Ahşerin dövründə başlamır irsən keçməyə başlaması. 1-ə ona görə A-nı atıram. Və ya 1-ə ya B ya C. Belə daha rahat olur sizin üçün, məncə imtihanda da belə eləyərsiniz. Assuriya İttifaqının gücləndirilməsi xeyir bu İskitlərlə var idi. Üsyan nəticəsində hakimiyyətinə son qoyulması aiddir. 1-ə C cavabımız C variantı. Sonra səbəb nəticə əlaqəsinin doğru verildiyi cavabı müəyyən edilir. 2-ci Sarqon Manna yürüşləri Manna dövlətinin süquta uğramış. Azərbaycan ərazisindəki milli deməli tayfaların məskən salması Manna dövlətinin Urartu ilə ittifaqın pozulması deyil, deməli Assuriya dövləti ilə ittifaqın pozulması idi. Aşurbanipalın Mannaya yürüşü Mannanın Midiya əsarətinə düşməsi yox, Assuriyanın əsarətinə düşməsi. İranzunun uğurlu xarici siyasəti və nəticədə Manna dövlətinin müstəqilliyinin qorunub saxlanması D variantı düzgündür. 77-ci sual. Manna dövləti eramızdan əvvəl 8-ci əsrdə, İskit paşahlığı ilə ittifaq 7-ci əsrdədir. Urartunun işğalçılıq yürüşlərinə məruz qalması düzgündür. Mərkəzləşmiş dövlətə çevrilməsi düzgündür. 1-ə BC götürüləcək sadəcə. Belə cavabımız D variantı alınır. Cədvəldə hansı hadisələrin yerini dəyişdirsək doğru xronoloji ardıcıllıq alınır. Şaksarın Assuriya ləhinə deməli Babil dövləti ilə ittifaq qurması. Şaksarın dövründə düzgün sayılar 605-ci illər, 612-605-ci illər sayılar. Midiya dövləti müstəqil dövlətə çevrilir. Eramızdan əvvəl 672. Aşurbanipalın Manna hücumundan isə eramızdan əvvəl 650. Sonra Midiyada İskit ağalığına son qoyulması 625. Mannada Ahşerin hakimiyyətə gəlməsi deməli 675. Burada birinci cavabımız gələcək 5. 1 ilə 5-in yerini dəyişdirməliyik biz buradakı düzgün xronoloji ardıcıllıq alınsın. Euler-Venn diaqramına əsasən uyğun bədənləri müəyyən edin. 1. Aratta dövlət qurumu, 2. Lullubi dövlət qurumu, 3. Kuti dövlət qurumu. Ensi rütbəsi daşıyan hökmdar tərəfindən idarə edilirdi. Bu Arattaya aiddir.
1'ə A, sonra üsyan nəticəsində Mesopotamiyadakı hakimiyyətinə son qoyuldu. Əlbəttə ki, Kuti dövlət qurumu. Sonra Şumerlərlə iqtisadi əlaqələr qurmuşdu hər üç. Anabaninin dövründə daha da qüvvətlənmişdi Lullubi. Babil və Assuriya dövlətlərlə hücumlar təşkil etmişdi. Bu heç birinə aid deyil. 1A, 2 deməli D, 3C, 3B, 4C. Cavabımız burada D variantı. 80-ci sual, artıq çox az qalıb, açıq suallara keçid elədik. Kuti dövlət qurumu ilə Manna dövləti üçün ümumi cəhətlər. Çox tanrıçılıq mövzusu düzgündür. Media dövləti tərəfindən süquta uğradılmışdır. Yanlışdır. Azərbaycan cənub torpaqlarında mövcud olmuşdurlar. Düzgündür. Mərkəzləşmiş dövlət idilər. Bu sadəcə Mannaya aiddir. 1-3. Lullubi və Kuti üçün oxşar cəhətlər. Mesopotamiya ilə iqtisadi və mədəni əlaqələri saxlamışlar. Düzgündür. Şimal torpaqlarında yox, cənub torpaqlarında. Cavabımız burada 1-3. 82. 2-ci Sarqonun eramızdan əvvəl 714-cü ildə Mannaya hücum etməsinin nəticəsi. Urartunun qüdrəti sarsıldı və bir daha özünə gələ bilmədi. Düzgündür. Mannanın siyasi müstəqilliyinə son qoyulmur. Manna dövlətinin əraziləri Urartu və Assuriya arasında bölüşdürülmür. Urartu tərəfindən işğal edilmiş bütün Manna vilayətləri azad edilir. Düzgündür. Cavabımız burada 1-4-dür. Ulusun və Ahşenin hakimiyyət dövrünə aid ümumi cəhətlər. İskit dövləti ilə ittifaq qurulması Ulusunuya aid deyil, mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi aiddir. Sonra eramızdan əvvəl 7-ci əsrin ikinci yarısında Mannanı idarə etməsi, 7-ci əsrdə deməli Ulusunu yox idi, ikinci yarısında daha doğrusu belə də desək deyə bilərik. Dövlətin Assuriya hökmdarlarının yürüyüşünə məruz qalması düzgündür. Urartu dövləti ilə Assuriyaya qarşı hərbi ittifaqın bağlanması, bu sadəcə Ulusunuya aiddir. Cavabımız olacaq burada 2-4. Mətnə əsasən bəhs olunan dövrə aid xüsusiyyətləri müəyyən edin. Eramızdan əvvəl 2-ci minilliyin sonlarında Assuriya dövləti yenidən Urmiya göl ətrafında hücumlar etdi. Lakin Turukki, Lullubi, Su və Kuti tayfaları Assuriya qarşı müstəqillik uğrunda mübarizə apardılar. Bu dövrə aid nə deyə bilərik? Vahid dövlət yox idi, bəli. Lullubi dövlət qurumu süqut eləmişdi 2-ci minillikdə. 2-ci minillikdə yox, daha doğrusu 3-cü minilliyin sonlarında. Azərbaycan ərazisi Assuriya işğal altında deməli idi, işğal edə bilmirlər. Urmiya gölə hövzəsində ayrı-ayrı tayfalar mövcud idi, düzgündür. Cavabımız burada 1-4. Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi əlamətlərini müəyyən edin. Siyasi quruluşuna görə deməli monarxiya dövləti olması düzgündür. 8-ci əsrdə hakimiyyətin irsən keçməsi düzgündür. Quldarlıq istehsal üsulunun mövcud olması düzgündür. 4-ə baxırıq. Hakimiyyətin tabe olduğu Ağsaqqallar Şurasının deməli fəaliyyət göstərməsi, bu deməli dövlət quruluşuna aid deyil. Sonra məhdud hakimiyyətin malik hökmdar tərəfindən idarə edilməsi aid deyil. Cavabımız burada olacaq 1, 2, 3. Sonra Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi əlamətlərini müəyyən edin. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması bir var. Hökmdarın fərman və qanunların fəaliyyət fədaların mənafeyinə uyğun olması yanlışdır. Belə bir məlumatımız yoxdur. Vilayətlərin hökmdar tərəfindən təyin olunan canişinlərin idarə etməsi düzgündür. Eramızdan əvvəl 8-ci əsrdən hakimiyyətin irsən keçməyə başlaması düzgündür. Cavabımız 1-3-4. Mannanın eramızdan əvvəl 7-ci əsrin birinci yarısı üçün xarakterikdir. Kimmer və İskitlərin ölkə ərazisində məskən salması deməli düzgündür. Sonra Assuriya hökmdarı 2-ci Sarqon hücumuna məruz qalmır 7-ci əsrdə. Assuriyanın tabeliyindən çıxaraq müstəqil siyasət yeridir Ahşeri. Hökmdar Ualli deməli 1-ci yarısında mövcud deyil. Media dövlətinin tərkibinə qatılması 6-cı əsrdir. 1-3. Mannanın 7-ci əsrin 1-2-ci yarısı tarixi üçün deməli xarakterikdir. Kaştartin başçılığı ilə Assuriya qarşı azadlıq Mannaya aid deyil. Hökmdar Uallinin Assuriya ittifaqının bərpa edilməsi düzgündür. İranzun mərkəzləşdirmə siyasəti deməli 7-ci əsr deyil. Deməli sonra Assuriya hökmdarı 2-ci Sarqonla Sirdaqqa müqaviləsi 8-ci əsrdir. Cavabımız burada 2-5. 89. Midiyanın eramızdan əvvəl 7-ci əsr tarixi üçün səciyyəvidir. Ölkədə İskit ağalına son qoyulması eramızdan əvvəl 625, Assuriya əsarətindən azad olması 672, Əhəmənilər dövlətinin tərəfindən süquta uğraması 6-cı əsr,
Babil dövləti ilə ittifaqı gərək Assuriya dövlətinə son qoyması 605. Cavabımız 1, 2, 4. Midian 7-ci əsr tarixinə aiddir eramızdan əvvəl. 2-ci Sarqon qoşunları 7-ci əsr deyil. Deməli, Assuriyan tabiçiliyindən çıxaraq müstəqil siyasət etmələri düzgündür. Əhəmənilər dövləti tərəfindən işğal olması bu 6-cı əsrdir eramızdan əvvəl. Ölkədə İskit ağalığına son qoyması eramızdan əvvəl 625. Manna dövlətinə son qoyması 6-cı əsr. Cavabımız burada 2 və 4. 91. İskitlərin eramızdan əvvəl 7-ci əsr tarix üçün səciyyəvidir. Mannanın ərazisində məskunlaşmaları düzgündür. Assuriya hökmdarı 2-ci Sarqon 7-ci əsr deyil. Midiya ağalığına nail olmaları düzgündür. Eramızdan əvvəl 653-625. Assuriyanın süquta uğratmaları İskitlərə aid deyil. Midiya dövləti tərəfindən süquta uğratmaları 6-cı əsrdir. Cavabımız burada 1 və sonra 3-dür. Xonca ardıcıllıq artıq belə sollara keçdik. Azərbaycan arasında İskit şahlığının yaranması eramızdan əvvəl 7-ci əsrdə. İranzonun mərkəzləşdirmə siyasətinə qarşı üsyan baş verməsi 719. 8-ci əsr. Manna dövlətinin süquta uğraması 6-cı əsr. Cavabımız burada olacaq 2, 1, 3. İskitlərin Azərbaycan arasında məskunlaşması yenə eyni əsr 7-ci əsr. 2-ci Sarqon 8-ci əsr. Midiya dövlətinin süquta uğraması 6-cı əsr. Cavabımız burada olacaq 2, 1, 3. Uyğunluq İranzı ulusunun Axşeri paytaxt şəhərində baş vermiş üsyan nəticəsində öldürülmüşdür. Axşeri 8-ci əsrin 30-cu illərində dövləti idarə edirdi. Deməli, İranzu Sirdaqqa müqaləsini bağlayıb ulusunu eramızdan əvvəl 7-ci əsrin 6-cı əsrlərin 50-ci illərində hakimiyyətə gəlmişdir. Oalli müəyyən müddət Urartu dövləti ilə müttəfiq olmuşdur. Deməli, ulusunu. Yenə İranzu ulusunu Axşeri dövlətin paytaxtını İzirtu şəhərindən köçürmüşdür. Heç birinə aid deyil. Canşinlik sistemini yaratmışdır. İranzu dövlətin əsasını qoymuşdur. Heç biri 1B-dir. Sonra eramızdan əvvəl 7-ci əsrin 70-ci illərində hakimiyyətə gəlmişdir. Axşeri 2-ci Sarqonlu Sirdaqqa müqaviləsi ulusunu 1B, 2Y, 3D. İranzu ulusunu Uallin şu anda Daxil şəhərində hakimiyyəti əleyhinə üsyan baş vermişdir. İranzu Urartu dövlətinin köməyi ilə deməli hakimiyyətə gəlmişdir. Ulusunu düzgün yazaq bunu. Sonra C'də nə deyir? Eramızdan əvvəl 7-ci əsrin 2-ci yarısında dövləti idarə etmişdir. Ualli. Sonra dövlətin Midiya dövlətindən asılılığı qəbul etmişdir. Heç biri dövlətin əsasını qoymuşdur. Heç biri 1A, 2B, 3C. Sonraki sual. Manna dövlətinin hökmdarları İranzı ulusuna Ualli dövlətin ilk hökmdarı olmuşdur. Heç biri ilk vaxtlarında Urartu ilə yaxınlaşmışdır. Ulusunu. Assuriya hökmdarı Aşurbanipalın dağıdıcı hücumuna məruz qalmışdır. Deməli, Axşeridir bu. Sonra İranzu Canşinlər tərəfindən idarə edilməyə başlanmışdır dediyinə görə deməli İranzu eramızdan əvvəl 7-ci əsrin ortalarında hakimiyyətə gəlmişdir. Ualli 1D, 2B, 3C. Axırıncı sualımız 98. Lullubi Kuti Aratda. Hökmdarın Anibəninin dövründə daha da güclənmişdir. Lullubi daş sütun abidəsini yaratmışdır. Lullubi Azərbaycan şimal arasında yaranmış ilk dövlətdir. Albaniya dini idarələrindən maş deməli nə deyir, idarə edirdi. Aratda Akkad dövləti süquta uğratmışdı. Kuti dövlət qrupu. Deməli 1AB, 2Y, 3D. Beləli abituriyentlər və müəllimlər Manna dövləti deməli sonra tayfa ittifaqları və İskit şahlığının izahının sonuna gəldik. Nəsə narazı olduğunuz sual varsa rəyləri yazmağı unutmayın və kanala abunə olub like atmağı unutmayın. Növbəti izah videomuz Atropatena dövlətinə aid olacaq. Sabah həmin video çəkilmiş olacaq, xəbəriniz olsun. Beləliklə sağ olun, salamat qalın.